sancılandı. Bunu apardı həkimə. Həkim buna diaqnoz qoyuyor. Güya özümdə polip var. O polipdəki həkim deyir ki, güya biraz müalicə olun. Bir 6 ayda sırok qoyuyor. 6 aydan sonra operasiya olmalı. İndi mən bilmirəm ki, bu düzdür, yalandır, yoxsa mən bilə bilmirəm. Polipin ölçüsü nə qədərdir xanım? Polipin ölçüsü nə qədərdir? Vallahi bilmirəm. Elə həkim deyir ki, güya ki 6 aya qədər müalicə olun. Polip müalicə ərimir olun da axı. Polip heç ara əriyəsi deyil. Polipin Sağ olun xanım. polipin ölçüsü var. Ölçüsü var ki, ömrü boyu 100 il yaşayır, polip de orada durur. Kütləvi şəkildə insanlarda bir psixoz yaradılıb ki, polip varsa xərçəngi keçəcək. Onda gərək yer üzündə adam qalmıyor, xanım. Polipin ölçüsü var. Siz mənə o ölçüləri gördüyünüz bu telefon nömrələrində WhatsApp-ımı atarsınız, mən sizə cavab verərəm ki, ona əməliyyat lazımdırmı, yoxsa lazım deyilmi? Özdəki öddə polip çox Yox, nə belə... olsun, hər yerdə var, hamıda var. Yox, hamıda adam qorxur axı, onun ayaqlıları var da. Yox, mən ona görə dedim də, bu deyiləndə, qorxudan da, ay Samir bəy, hamıya deyilir. Bax, indi sən bu indiki qaşqabağıyla desək, ağlaşma düşəcək. Yəni, doktor qorxuzmur da sizi. Yox, qorxuzmur, bir dənə gəlin doktorun yanına. Mən deyirəm ki, yəni onun quruluşu var, ölçüsü var. Polipin hamısı xərçəngə keçib, bu nağıldır. Mümkün deyil. Amma hamısı əkilir də, hə, doktor? Bu əhməyə zada heç nə lazımdır. Elində ölçün desin. Tamam. Adam var, əksinə sən ona toxunan kimi, loru dillə desək, yayılır, çoxalır. Elə orada durursa, bir dörsən deyirsən, mənim nə bilim, 20 yaşında bir polipim var idi, indi 85 yaşım var, yəni də yerindəcə durur. Orada durur, dursun da.